Salam değerli YouTube kanalımın izleyicileri. Bugün size 20 yanvar metrosunun yaxınlığı İctimai Televizyonun arxasında yeni tikili 14 mərtəbəli binada bir mənzil təqdim edəcəm. Şərifzadə küçəsində yerləşir bina. Ərazinin ən baxımlı və ən keyfiyyətli, həmçində yeni tikilmiş bir kompleksdir. 14 mərtəbəli binanın 10-cu mərtəbəsində qarşısı açıq olan, modern tərzdə təmir edilmiş, təmirdən sonra yaşayış olmayan, tam texnikalı, əşyalı bir mənzil. Çox gözəl evdir. Təmir zamanında keyfiyyətli materiallardan istifadə olunub. Təmir üslubunu, proyektini mən sizlərə təqdim edəcəm. Təqdimatdan öncə kanalımıza abunə olmağı, videonu bəyənməyi və rəylərdə öz fikrinizi yazmağı unutmayın. Mənzildə gördüyünüz hər bir əşya, texnika mövcuddur. İnternetinə qədər var. Yəni geyiminizi götürürsünüz, gəlirsiniz, köçürsünüz, birbaşa yaşayırsınız və yaxud da ki, alıb rahatlıqla uzun müddətli, yuxarı qiymətli icarəyə verə bilirsiniz. Baxın, giriş qapıdan mən daxil olduqda, baxın, belə bir dəhliz hissə bizi qarşılayır. Burada mənzilin hamam hissəsi yerləşir. Qonaq otağı belə bir arka şəklində düzəlib. Giriş qapısı yerləşdirilməyib qonaq otağının. Burada mənzilin mətbəx hissəsi, yataq otağı, tualeti, qardırob hissəsi, bu hissədə güzgülü, bu hissəli yerləşir. Döşəmədə qranit mərmər və istifoldur. Otaqlarda laminatdan istifadə olunub. Soldan sizə təqdim edim. Hamam otağını göstərim sizə. Baxın, belə bir gözəl hamam otağı var. Lazım olan aksesuarlarla da təmin olunub. Döşəməsi burada da qranit mərmər və istifolla təchiz olunub. Və burada duş kabini hissə yerləşdirilib. Baxın, bu şəkildədir. Divar içi Eko firmasına məxsus santexnik əşyalarla təchiz olunub, dəyərli izləyicilərimiz. Baxın, hamam hissəsini göstərim sizə. Təmir çox səliqəlidir, modern üslubunda təmir olunub. Mənzilimiz divarda lepka işləmələr və emulsiyadan istifadə olunub. Burada mənzilimizin gözəl bir mətbəxi var, dəyərli izləyicilərimiz. Mətbəxdən eyvana çıxış mövcuddur, qarşısı açıqdır, gün düşəndir. Baxın, belə bir gözəl panoraması var. Baxın, belə bir eyvan hissəmiz mövcuddur. Mətbəximizdə baxın, hər bir detal düşünülərək tam hazır vəziyyətə gətirilib. Soyucu elektro tavar hissələri və bütün gördüyünüz texnikalarda təchiz olmuş bir mətbəx hissə. Döşəmə burada da qranit mərmər və istifolla təchiz olunub, dəyərli izləyicilərimiz. Buradan daxil oluruq, digər hissələrlə tanış olaq. Burada mənzilin yataq otağı yerləşir. Mənzil qeyd edim 70 kvadrat ölçülüdür və qanuni 2 otaqdır. Orta mənzildir. İstilik sistemi isə kombi istilik sistemidir. Baxın, belə bir yataq otağı var. Make-up masası yerləşdirilib burada. Yataq və gömmə qardırob hissəsi. Kifayət qədər də dərin bir qardırob hissəsi var. İstəsəniz, yəni bunu sizə qısa şəkildə belə göstərim. Baxın, belə bir qardırob hissəsi yerləşir. Baxın, bu şəkildədir. Bir qardırob hissə isə giriş, ümumi qardırob hissəsidir. Baxın, belə bir qardırob hissələri var. Baxın, bu şəkildədir. Burada isə mənzilin tualet hissəsi yerləşir. Bu da mənzilin tualet hissəsidir. İndi isə keçək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Yasamal rayonu Şərifzadə küçəsi İctimai Televiziyanın arxası 20 yanvar metrosunun yaxınlığında ərazinin ən gözəl komplekslərinin birində 14 mərtəbəli binanın 10-cu mərtəbəsində qanuni 2 otaq 70 kvadrat ümumi sahəyə malik yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim elədim. Qiymət 245.000 manat bugünkü günə bazar qiymətinə təyin olunub və real alıcıya bazarlıq əsasında endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.